Silahlı qüvvələrimizdə hərbi təlimlərin keçirildiyi bir vaxtda məktəblərdə də hərbi əyani vəsaitlərlə təmin olunmuş otaqların istifadəyə veriləcəyi xəbərini aldıq. Müharibə şəraitində olan ölkənin gənclərinin hərbi çağırışa qədər silahla yaxından tanış olması vacibdir. Təhsil Nazirliyinin yeni pilot layihəsi də elə məhz bu məqsədə hesablanıb. Bura hərbi hissə deyil, bura orta məktəbdir. Artıq yeni dərs ilinin başlanmasından etibarən şagirdlər hərbi hazırlıq dərslərini silahlarla keçəcəklər. Uzun zamandır ki, şagirdlər hərbi dərsləri daha çox nəzəriyyə şəklində öyrənirdilər. Məktəblərə hərbi dərs üçün əyani vəsaitin verilməməsi şagirdlərin silahla davranış qaydalarından xəbərsiz olmalarına gətirib çıxarırdı. Bu da sözsüz ki, gənclərin orduya hazırlıqsız getmələri ilə nəticələnirdi. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi gənclərin hərbi bacarıqlara yiyələnməsi və vətənpərvər ruhda tərbiyə almaları üçün yeni pilot layihəyə start verdi. Bundan sonra paytaxt ərazisində 50 təhsil ocağında silah-sursatla təmin olunmuş hərbi otaqlar istifadəyə veriləcək. İstifadə olunacaq hərbi avadanlıqlara Kalaşnikov avtomatları, Glock tipli tapancalar, tank əleyhinə minalar və əl qumbaraları daxildir. Hərbi avadanlıqlar, ləvazimatlar həqiqi hərbi avadanlıqlardan, yəni ki, həm çəkisinə görə, həm atəş zamanı təpməyə görə eynidir. Lakin sadəcə bunlarda yeganə fərq çalışma mexanizmi, yəni atəş mexanizmidir. Bunların çalışma mexanizmi xüsusi kameralar, Bluetooth sistemi, İKT avadanlıqları və bunlar üçün sırf tədris üçün nəzərdə tutulmuş proqram təminatına əsaslanır. Hərbi avadanlıqlarla təchiz olunan otaqlar paytaxtla yanaşı Şəmkir və Kürdəmir rayonunda da istifadəyə verilən 2 məktəbdə quraşdırılacaq. Pilot layihənin Respublikanın digər ocaqlarında da tətbiq olunması nəzərdə tutulur.